Salam, hər vaxtınız xeyir olsun, dəyərli dostlar. Hal-hazırda dərdiyim gilas Napolyon gilas növüdür. Bu illəri çox az gətirib. Bu dərilməmiş ağac, baxın, 3-4 dənə burada var. Yəni, mən burada əslində nəyi demək istəyirəm? Napolyon sortu çox keyfiyyətli bir sortdur və kalibri də çox gözəldir. Nəzərə alsaq ki, əllərim böyükdür, ona görə düşünürəm ki, kalibr hardasa 30 plusdur, sadəcə bu miqyasda bilmək olmur. Yəni, çox gözəl keyfiyyətli bir gilasdır. Mən düşünürəm ki, bir də düşdü elə. 3 dənə gilas tapmışdım 6 metr hündürlükdə. Neysə, düşünürəm ki, Napolyon sortu gilas içində ən gözəl, ən keyfiyyətli, ən dadlı bir sortdur. Kim deyirsə ki, ən azından Azərbaycanı götürək də, Azərbaycanda, dünyanı bilmirəm mən, Napolyondan daha keyfiyyətli, daha dadlı gilas var. Demək ki, o insanın gilasdan başı çıxmır. Bizdə Napolyon sortu 90-cı illərdən var. Və mən hələ Napolyon qədər keyfiyyətli, dadlı gilas görməmişəm. Bunun mən romanını da görmüşəm, gövdəsini də görmüşəm, müasir sortlar ümumiyyətlə demirəm. Friskosunu görmüşəm, Falferini görmüşəm, Premier Gantını görmüşəm, Carmenini görmüşəm. Bunlar ümumiyyətlə gilas sivit ailələrini görmüşəm. Bunlar ümumiyyətlə gilas deyirlər. Nə mənada deyil? Bir, dadı heç vaxt Napolyona çatmır. İkincisi, Napolyonun keyfiyyəti. Biz təsəvvür eləyin, vaxt olub ki, biz Napolyonu bir ay yarıma yığmışıq. Bu nə deməkdir? Yəni, Napolyonun sezonu başlayırsa, məsəl üçün, iyun ayının 5-i, iyul ayının 5-nə qədər Napolyon yığmışıq və Napolyon dəmir kimi, yəni öz bərkliyini, keyfiyyətini qoruyaraq ağacda qalıb. İndi siz baxın, müasir sortlara 3 gün, 5 gün vaxtı keçən kimi, o boyda Carmendir, nə bilim, Friskodur, əldən gedir, yığıb yığışdırmaq olmur. Suyu axır, nə bilim, sapı çıxır, ümumiyyətlə bazara çıxartmaq olmur. Amma Napolyon ay yarım ağacda saxlayırsan, heç bir şey olmur. Lakin bu son illər, bilmirəm, bu kapitalizmin yəni prinsipləridir, yoxsa müasir sortlar gələndən sonra, marketingin, nə bilim, tələbləri, nədir bilmirəm, müasir sortlar gələndən sonra Napolyon sortlarında problemlər başladı, xəstəliklər gəldi. Baxın, gül kimi ağaclarımız var idi. Baxın, nə günə düşüb. Baxın, cavan ağac idi. Görün, nə günə düşüb. Heç çarəsi də yoxdur, heç baş açan da yoxdur ki, bu nə xəstəlikdir. Hansı ki, 5 il bundan qabaq elə gözəl yarpağı, budaqları var idi ki, və gilas da getirmir artıq. Hətta getirsə belə, məsəl üçün, bu cür xəstələnmiş gilas, ağac gilas getirsə belə, bu boyda böyük Napolyona verdiyi gilasa baxın. Yəni, gilası da bir raxet kimi bir şey olur. Xəstə gilas olur, yəni keyfiyyətini verə bilmir. Xülasə olaraq dostlar, yəni maalesef ki, yəni əfsuslar olsun ki, Napolyon gilası ilə vidalaşmaq ərəfəsindəyik. Vaxt gələcək ki, cəmaət deyəcək ki, o vaxt Napolyon gilası var idi, nə gözəl gilas idi. O vaxt gələcək. Yəni, mən Napolyonu, özümüzdə Napolyon var deyə tərifləmirəm. Artıq özüm də Napolyonlardan əl çəkəcəm. Müasir bazarın tələbi, müasir kapitalist cəmiyyətlərin, nə bilmə, bu cür bazarların, cəmiyyətlərin tələbi, yəni artıq keyfiyyətinə fikir vermirlər. Yəni, insanlar ağzı ilə, mədəsi ilə yox, gözləri ilə meyvələri yeyir. Yəni, o deməkdir ki, yəni insan gözü ilə baxıb iridirsə, Carmen məsəl ki, iridir, kalibri var, gözəldir, alır onu baha qiymətə. Amma baxanda ki, Carmendir və digər bütün müasir sortlardır, bildiyim qədər hamısı GMO-dur. Yəni, mümkün deyil ki, bu il gilas əkəsən, həmin ildə gilas öz məhsulunu göstərsin və yaxud gələn il 100% məhsul göstərir. Bu il gilas əkirlər, gələn il 100% Gizella 6 üzərində olan, calaq üzərində olan gilaslar məhsul göstərir. Yəni, mümkün deyil ki, bunlar GMO olmasın. Düzdür, bu mənim sahəm deyil, ixtisasım deyil. Amma kim deyirsə ki, bu müasir sortlar
GMO deyil. Mənə dəlillərini açsın. Falan saytda var, nə bilim kimsə dedi yox. Mənə həqiqi, yəni elm tərəfindən qəbul olmuş, akkreditasiyadan keçmiş saytların, həqiqi saytların, yəni necə deyim, araşdırmaların linklərini açsın, baxacağım. Amma mən düşünürəm ki, bütün müasir sortlar GMO-dur. GMO-nu mən bilirəm ki, dəyərli izləyicilər, siz bilirsiniz. İndi kimsə eşitməyibsə, nə vaxtsa mən də təzə eşitmişəm. Kimsə təzə ilk dəfə eşidirsə deyim ki, GMO geni dəyişdirilmiş, yəni genetik modifisirованный orqanizm gedir. Yəni geni dəyişdirilmiş orqanizm deməkdir. Yəni abreviaturası ingiliscə genetically modified orqanizm gedir. Bu da artıq digər məhsullardakı kimi də meyvələrdə də bu işi aparırlar və genlərini dəyişdirirlər, öz istədikləri kimi məhsul verən, kalibr verən genlər, yəni sortlar ortaya gətirirlər. Bu qədər dəyərli izləyicilər. Düşünürəm ki, yerli sortlar haqqında daha ətraflı bir məlumat verən bir video çəkəcəm. Hələlik bu qədər.